Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bu video izahda biz elektrik tutumu, elektrik sahəsinin enerjisi mövzusundan bəzi məsələlərin həllinə baxacağıq. İmtahana da az qalıb, hər birinizə imtahanda uğurlar arzulayıram. Deməli, bu videonun çəkilməsində məqsəd odur ki, sizə dəstək olaq və bu testlər, deməli, DİM qəbul testlərində, yəni DİM-in müxtəlif illərdə keçirdiyi qəbul imtahanlarında istifadə olunan testlərdir, həm də sınaqda istifadə olunub. Deməli, sürətli təkrar etmək məqsədi ilə biz 20 test tapşırığına baxacağıq. Başlayaq bir nömrəli məsələdən. Yüklənmiş kondensatorun bir lövhəsindəki yükün miqdarı göstərilib. O biri lövhəsindəki yükün miqdarı nə qədərdir? Baxın, bir lövhəsində ümumiyyətlə kondensator deyiləndə nə nəzərdə tutulur? Baxın, iki lövhədən ibarətdir, özü də paralel lövhələrdən ibarətdir. Və kondensator təbii ki, nə üçün istifadə olunur? Elektrik yükünü toplamaq məqsədi ilə istifadə olunur. Bunun bir lövhəsində müsbət 20 millikulon yük toplanıbsa, digər lövhəsi ədədi qiymətcə buna bərabər olacaq. 20 millikulon, amma sadəcə işarəsi əks olacaq. Deməli, digər lövhəsi olacaq -20 millikulon. Burada bizdən başqa sualda soruşa bilər. Məsələn, deyər ki, kondensatorun yükü nə qədərdir? Hər iki lövhənin yükünü verər. Deyər, birinci müsbət 20 millikulondur, ikinci -20 millikulondur. Kondensatorun yükü nə qədərdir deyəndə artıq şagirdin ağlına belə gələr ki, bu müsbət 20-dir, bu -20-dir, onda bunların cəmi 0 olacaq. Xeyr, qətiyyən belə düşünmürsünüz. Əgər kondensatorun yükü deyirsə, kondensatorda bir yük toplanıb, 0 ola bilməz. Bəs nəyə bərabər olacaq? Burada biz bir lövhənin yükünü götürəcəyik. İstər birinci lövhəyə bax, istər ikinci lövhəyə bax. Sadəcə artıq burada işarəni biz nəzərə almayacağıq. Kondensatorun yükü deyirsə, bir lövhənin ədədi qiyməti 20 millikulon götürməliyik cavabı. İndi burada sadəcə məsələmizdə o biri lövhənin yükünü soruşur. Ona görə -20 millikulon götürdük. 2 nömrəli məsələ. Sabit gərginlik mənbəyini kondensatorlar batareyasının hansı nöqtələrinə qoşsaq, toplanan yükün miqdarı ən kiçik olar. Deməli, gərginlik burada sabitdir. U konstantdır və yük ki, bilirik ki, S vurulsun U-ya bərabərdir. Əla. Deməli, əgər gərginlik sabitdirsə, yük, baxın, Q, tutumla necə asılıdır? Düz mütənasib asılıdır. Yəni, tutum harada böyükdürsə, toplanan yükün miqdarı da həmən kondensatorda böyük olacaq. Tutum harada kiçikdirsə, toplanan yükün miqdarı da həmən kondensatorda kiçik olmalıdır. Bizdən nə istəyir? Deyir ki, yükün miqdarı nə olsun? Ən kiçik olsun. Və biz burada 1, 2, 3, 4. Yəni, burada 4 dənə qütb görürük, nöqtə görürük. Birinciyə məsələn, mən deyirəm ki, indi gəlin batareyanı müsbət qütbü olsun 1 nöqtəsinə. Mənfi qütbü olsun 4. Bu zaman, baxın, müsbət və mənfi nöqtələr arasında, yəni qütblər arasında neçə dənə kondensator yerləşər? Artıq bu 2 və 3 nəzərə alınmır. Müsbət və mənfi qütb arasında 1, 2, 3 dənə kondensator yerləşdi. Deməli, bu halda, yəni biz qütbləri 1 və 4 nöqtələrinə qoşduqda 3 dənə kondensator oldu. Özü də bu kondensatorlar bir-birinə necə birləşib? Ardıcıl birləşib. Ardıcıl birləşmədə biz ümumi tutumu necə tapırdıq? Əgər kondensatorların yükü, görürsünüz, eynidirsə, onda ümumi tutum bir kondensatorun yükünü onların sayına bölməliyik. Deməli, cərəyan mənbəyini biz qütblərini 1 və 4 nöqtələrinə qoşsaq, baxın, 1, 4 nöqtələrinə qoşduq. Tutum nə qədər oldu? Tutum oldu burada ümumi tutum. S bölünsün, kondensatorların sayı 3 dənədir. 3-ə. Daha sonra nə edirik? 1 ilə 3-ə qoşaq
kondensatorun qütbünü. Baxın, bunu sildim mən buradan. İndi 1 ilə 3-ü də mənfi götürdüm. Artıq burada nəyi nəzərə almıram? Baxın, 2-yə heç nə qoşmadıq, 4 nöqtəsinə də heç bir şey qoşmadıq. Burada müsbət və mənfi qütblər arasında indi neçə dənə kondensator var? 1, 2, artıq 3-cü kondensatorda yük toplanmır. Çünki həmən bu kondensator mənbəyin qütbləri arasında yerləşmir. Deməli, 3-cü kondensator artıq burada yük toplanmadığı üçün nəzərə alınmır. 1 ilə 3-ə qoşduqda qütbləri, deməli, ümumi tutumumuz oldu nə qədər? 2 kondensatordur, S/2 oldu. Ardıcıl birləşmədir. Daha sonra yenə nə edirik? Artıq mənə elə gəlir ki, məntiq sizə aydın oldu, nə demək istədiyim. Deməli, burada indi mənfi qütbü qoşuruq 2-yə. Artıq burada indi baxın görün, müsbət və mənfi qütblər arasında neçə dənə kondensator olacaq? 1. Artıq bu 2-də burada yerləşən və burada yerləşən kondensatorlar burada yük toplamayacaq. Deməli, müsbət və mənfi qütblər arasında bir dənə kondensator yerləşdi. Ona görə mən mənbəyin qütblərini 1 və 2 nöqtələrinə qoşsaq, ümumi tutum olacaq sadəcə S. İstər mən bunu gətirim, baxın, 1 ilə 3 arasına qoş. Baxın, 1 ilə 3 arasına, yox, 1 ilə 3-ü qoşduq. Belə eləyək, gəlin, 2 ilə 3 arasına qoşaq. Müsbət və mənfi qütbü. 2 və 3 arasına. Mənbənin qütbləri arasında indi hansı kondensator yerləşir? Baxın, bir dənə kondensator yerləşir. Yəni, burada bax, birinci kondensatorla 3-cü kondensatorda yük toplanmır. Yenə də mənbənin ümumi tutumu S-yə bərabər olur. Deməli, ən böyük burada hansında olacaq tutum? Baxın, 1 ilə 4-ə qoşduq qütbləri, aldıq ki, S/3-dür. Tutum deməli S/3-dür. 1 ilə 3-ə qoşduq, oldu S/2. 1 ilə 2-yə qoşduq, oldu S. Ən böyük tutum burada 1-dən 2-də oldu. Ən kiçik harda oldu? 1 ilə 4-də. Deməli, 1 ilə 4-də tutum kiçik olarsa, dedik axı, yük tutumla düz mütənasib asılıdır. Orada, deməli, ən kiçik yük toplanacaq. Cavabımız olacaq 1 və 4C variantı. 3 nömrəli məsələ. Müstəvi kondensatorun lövhələrindən hər birinin sahəsini 2 dəfə azaltdıqda onun elektrik tutumu necə dəyişər? Elektrik tutumu, baxın, 2 dənə düsturumuz var. Q bölünsün U-dur. Bir də tutum bərabərdir. Epsilon 0 S bölünsün D-dir. Birinci düsturda tutum yükdən və gərginlikdən asılı deyil. Bunu yadınızda saxlayın. Çünki biz gərginliyi artırdıqca yükün də miqdarı artacaq və kəsrin sürət və məxrəci eyni qədər artdığından və yaxud da azaldığından burada tutum sabit, konstant qalacaq, dəyişməyəcək. Amma ikinci, ümumiyyətlə kondensatorun tutumunu artırıb azaltmaq üçün, baxın, biz bu ikinci düstura müraciət etməliyik. Burada neyini? Baxırıq ki, gəlin hər bir kəmiyyəti deyək. Məsələn, epsilon 0. Epsilon nədir? Epsilon burada kondensatorun belə deyək, lövhələri arasında olan dielektrik nüfuzluğudur. Lövhələri arasında, məsələn, bunu şüşə yerləşdirə bilərik, hər hansı bir dielektrik yerləşdirə bilərik. Sonra S burada bir lövhənin, kondensatorun bir lövhəsinin sahəsidir. D burada həmən bu kondensatorların lövhələri arasındakı məsafədir. Deməli, buradan görürük ki, biz tutum dielektrik nüfuzluğu ilə düz mütənasib asılıdır. Lövhənin birinin sahəsi ilə düz mütənasib asılıdır. Lövhələr arasındakı məsafədən tərs mütənasib asılıdır. Burada epsilon 0 var. Bu elektrik sabitidir. Yəni, bu sabit bir ədəddir. Ona görə bununla asılılığa biz baxmırıq. Deməli, biz burada nə edirik? Hər birinin sahəsini deyirik ki, 2 dəfə azaltdıqda. İndi ağlınıza belə bir sual gələ bilər ki, biz burada dedik ki, bu S
bir dənə lövhənin sahəsidir. Bir dənə lövhənin sahəsini 2 dəfə azaldırıqsa, axı burada 2 dənə lövhə var. Onda hər birinin sahəsini 2 dəfə azaltsaq 4 dəfə azalacaq. Xeyr. Burada istifadə elədiyimiz S bir lövhənin sahəsidir və elə biz bir lövhənin sahəsinə baxacağıq. 2 dəfə azaldırıqsa, tutum da onda 2 dəfə azalar. Cavab olacaq burada Y variantı. 4 nömrəli məsələ. S vurulsun D bölünsün epsilon S ifadəsi ilə hansı fiziki cəmiyyət müəyyən olunur? Deməli, burada da S dedik elektrik tutumu, D məsafə, S lövhənin birinin səthinin sahəsi, epsilon isə dielektrik nüfuzluğudur. Yenə buradan ifadəni yenidən yazıram. S vurulsun D bölünsün, epsilon vurulsun S. S dedik ki, bayaq nə idi? Epsilon, epsilon 0, S bölünsün D vurulsun D. Yəni, burada biz nə elədik? S-nin yerinə, baxın, epsilon, epsilon 0, S bölünsün D-ni yazdıq. Məxrəcdə də nə var? Epsilon vurulsun S var. D-lər buradan ixtisar gedir. Epsilonlar ixtisar gedir. S-lər ixtisar gedir. Bir dənə burada epsilon 0 qalır. Bayaq biz bu epsilon 0-a nə dedik? Elektrik sabiti dedik. Deməli, cavab burada A variantıdır. 5 nömrəli məsələ. Kondensatorlardakı gərginliklər arasında hansı münasibət doğrudur? Əziz şagirdlər, burada kondensatorların necə qoşulduğuna baxmaq lazımdır. Kondensatorlar ümumiyyətlə 2 cür qoşula bilər. Ardıcıl və paralel. Ardıcıl birləşmə nədir? Ardıcıl birləşmə odur ki, məsələn, biz qütbləri götürdük. Müsbət qütb buradır, gördüyümüz kimi, mənfi qütb də buradır. Yük buradan, baxın, gəldi. Birinci kondensatoru doldurdu. Sonra nə elədi? Keçdi, ikinci kondensatoru doldurdu. Yəni, buradakı yükün miqdarı sabit qaldı. Bu ardıcıl birləşmədir. Yəni, naqil artıq yük burada istiqamətini dəyişib başqa bir naqilə keçmədi. Bu kondensatorlar, baxın, bir naqilin üzərindədir. Deməli, bu ardıcıl birləşmədir və ardıcıl birləşmədə dedik ki, nə sabitdir? Elektrik yükü sabitdir, konstantdır. Elektrik yükü sabitdirsə, gərginlik, baxın, bir kondensatorun lövhələr arasındakı gərginlik var, bir də iki lövhəsinin arasındakı, iki kondensatorda gərginlik var. Yük demişik ki, biz Q bərabərdir, S U'dur. S vurulsun U'dur. Buradan U'nu tapsaq, U bərabərdir, Q bölünsün S'dir. Deməli, yük sabitdirsə, U-la tutum S bir-birindən necə asılıdır? Tərs mütənasib asılıdır. Yəni, şifahidə tapa bilərik buradan artıq. Görürük ki, birincidə tutum 4S-dir, ikincidə S-dir. Yəni, ikincidə birincidən 4 dəfə azdırsa, onda ikinci birincidəki gərginlikdən 4 dəfə çox olacaq. Amma nisbət şəklində də belə yaza bilərik. U1 bölünsün U2 bərabərdir. S2 bölünsün S1. S2 S verib bizə. S1-i 4S verib. S-lər ixtisar getdi, qaldı 4-də 1. Çarpaz vursaq biz buradan. U2 bərabərdir. 4U1 cavabını almış oluruq. Cavab oldu A variantı. 6 nömrəli məsələ. Müstəvi kondensatorun lövhələri arasındakı boşluğu, dielektrik nüfuzluğu 7 olan dielektriklə doldurduqda onun elektrik tutumu necə dəyişər? Yeganə kəmiyyətdir ki, dielektrik nüfuzluğu, əgər biz lövhələr arasına dielektrik daxil ediriksə, tutum artır. Deməli, niyə? S bərabərdir. Epsilon, epsilon 0, S bölünsün D'dir. Baxın, kondensatorda iki lövhənin arasına biz dielektrik nüfuzluğu, deyək ki, burada hələ heç bir şey yoxdur. Heç nə yoxdursa, burada hava var, təbii ki, və havanın dielektrik nüfuzluğu 1-ə bərabərdir. Və bu zaman bizdə tutum nəyə bərabər olacaq? S0 deyirəm buna. Epsilon 0, S bölünsün D olacaq. Gördünüz, artıq epsilonun yerinə biz 1 yazdıq. Yəni, 1-i də onsuz da yazmırıq. Və biz buna deyirik hava kondensatoru. İndi bunun daxilinə biz dielektrik doldurduqda
epsilon bərabərdir, özdə 7 olan dielektrik doldururuq, nüfuzluğu 7 olan dielektriklə doldururuq. Onda biz bura epsilon, baxın, əvəzinə 7 yaza bilərik. Artıq deməli tutum neçə dəfə artdı? Tutum 7 dəfə artacaq. Yəni tutum elektrik nüfuzluğu ilə düz mütənasib asılıdır. Burada nüfuzluq artdıqca elektrik tutumu da artır və ən kiçik dielektrik nüfuzluğu hava və yaxud da vakuum hesab olunur. Epsilon bərabərdir 1-ə 1 olur. Havanın dielektrik nüfuzluğu. Deməli, 7 nömrəli məsələ. Kondensatorun bir lövhəsinin yükü müsbət 40 mikrokulon, o birinin yükü mənfi 40 mikrokulondur. Kondensatorun yükü nə qədərdir? Baxın, birinci məsələdə 1 idi ya 2 nömrəli məsələdə idi. Baxın, burada 1 nömrəli məsələ idi, səhv eləmirəmsə. Burada. Burada dedik ki, kondensatorun yükü deyirsə, biz bir dənə lövhəsinin yükünü götürürük, amma ədədi qiymətini. Bir lövhəsini, məsələn, istəyirsən mənfi 40-ı götür, amma ədədi qiymətini götürürük. O da 40-a bərabərdir. 8 nömrəli məsələyə baxaq. Deməli, ikinci sxemdəki kondensatorlar batareyasının tutumunun birinci sxemdəki kondensatorlar batareyasının tutumuna olan nisbətini hesablayın. Deməli, bizdən nəyi soruşur? İkincidəki tutumu deyir, böl birinciyə. Gəlin burada birinci kondensator, birinci dövrədə baxın burada ümumi tutumu tapaq. Biz bayaq dedik ki, bu necə birləşmədir? Təbii ki, bu ardıcıl birləşmədir. Baxın, bir naqilin üzərində yerləşib kondensatorlar. Deməli, buradakı tutum onda nəyə bərabər olacaq? Ardıcıl birləşmədə dedik ki, bir kondensatorun tutumunu bölməliyik kondensatorların sayına. Yəni, C bölünsün 3 olacaq. 3 dənə, çünki burada kondensator var. İkinci sxemə baxırıq. İkinci sxemdə görürük ki, baxın, 2 dənə kondensator burada bir-birinə ardıcıl birləşib. Baxın, aşağıdakı kondensatorlar da ardıcıl birləşib. Və bu 2 dənə kondensator, bax, bu 2 dənə kondensatorla bir-birinə paralel birləşib. Gəlin, ilk öncə, baxın, bu yuxarıdakı ardıcıl birləşmədə yuxarının ümumi tutumunu tapaq. Yuxarının ümumi tutumu nəyə bərabərdir? Burada deməli, ümumi tutum, yuxarıdakı ümumi tutum ardıcıl olduğu üçün C böl 2-dir. Bəs aşağıda, baxın burada da ardıcıl olduğu üçün ümumi tutum C böl 2-dir. Baxın, belə təsəvvür edin. Sanki burada 2 dənə kondensator var. Burada kondensatorun birincisi, buradakı 2 dənə kondensatorun tutumu C böl 2-dir. Digər kondensatorun tutumu da C böl 2-dir. Sanki biz buna ekvivalent olan ikinci bir kondensator çəkə bilərik. Baxın, yuxarıdakı kondensator, bu da aşağıdakı kondensator. Artıq yuxarıda 2 dənə kondensatoru nə elədik? Bir dənə kondensatorla əvəz elədik. Həmçinin aşağıdakı bu 2 dənə kondensatoru, baxın, buradakı bu bir dənə kondensatorla əvəz elədik. Deməli, yuxarının tutumu oldu C böl 2, aşağıdakının tutumu oldu C böl 2. İndi bunlar bir-birinə necə birləşiblər? Paralel birləşiblər. Paralel birləşmədə biz ümumi tutumu necə tapırdıq? Təbii ki, toplamalıyıq. Ya da əgər kondensatorların tutumu eynidirsə, onda birinin tutumunu kondensatorların sayına vurmalıyıq. Deməli, onda C böl 2-dir, birinin tutumu. 2 dənə kondensatordur, 2-yə vurduq. Oldu ikinci sxemdəki ümumi tutum. C böl 2-ni 2-yə vuranda C. İndi gətirək burada yerinə yazaq. İkincinin birinciyə nisbəti. İkincidə oldu C. Birincidə oldu C bölünsün 3. C-lər ixtisar gedir. Təbii ki, burada qalır 3. Cavab C variantı. 9 nömrəli məsələ. Elektrik sahəsinin enerji sıxlığı hansı vahidlə ifadə olunur? Enerji sıxlığı deyiləndə, baxın, omega bərabərdir. Biz enerjini bölməliyik həcmə. Və buradan da enerji sıxlığının vahidi, deməli, enerjinin vahidi nədir? Joule, təbii ki. Həcmin vahidi nədir? Metrin kubu. Cavab oldu 1 joule bölünsün metrin kubu. Bu enerji sıxlığıdır. 10 nömrəli məsələ.
Deməli bizə burada deyir ki, K açarını qapadıqda C1 tutumu C1 olan kondensatorun yükü necə dəyişər? Gəlin birinci hələ açarın açıq halına baxaq. Açarın açıq halında görək nə baş verir. Baxın, sabit gərginlik mənbəyidir. Burada yük dövrəni belə deyək yüklə təmin eləyir və birinci kondensator burada gəlin yükü bax belə göstərək qırmızı rənglə. Yük gəlir, birinci kondensatoru doldurur və keçir. İndi gəlin görək bax burada nə baş verəcək. K açarı açıqdır, təbii ki buradan yük keçə bilməz. Ona görə yük aşağıdan, yəni ikinci kondensatorda da toplanacaq və beləliklə baxın, hər iki kondensator işlək vəziyyətdədir. Yəni birincidə də yük toplandı, ikincidə də yük toplandı. İndi gəlin, burada bizə deyir ki, C1 və C2 bərabərdir bir-birinə. Yəni birinciyə biz C desək, ikinci də C-dir. Onda bu zaman ümumi tutum nəyə bərabər olar birinci halda? Birinci halda, yəni K açarı açıq olanda ümumi tutum. Görürük ki, yenə ardıcıl birləşmədir. Eyni bir naqilin üzərindədir kondensatorlar. Deməli, ümumi tutum olacaq C bölünsün 2. İndi açarı qapadıq. Açarı qapayan zaman qapalı halına baxırıq. Gəlin görək nə baş verəcək. Baxın, bu açarı buradan qapadıq. Açar qapandı. Yenə biz yük göndəririk buradan. Gəlir birinci kondensatoru doldurur. Sonra gəlir yük. Artıq burada yük qərar verməlidir. Yuxarı ilə getsin, yoxsa aşağı ilə getsin. Bunu unutmayaq ki, yükdür, cərəyandır, həmişə boş naqilə axtarır, boş yol axtarır. Yük görür ki, burada bir kondensator var, yəni qarşısında bir maneə var. Ona görə də boş naqili seçir. Baxın, yuxarıdan gəlir, keçir, gəlir gərginlik mənbəyinin mənfi qütbünə. Deməli, aşağıda olan, baxın, bu kondensator artıq yüklənmədi. Yüklənmədisə, deməli, mən bu kondensatoru artıq nəzərə almayacağam. Deməli, ikinci halda bizdə işlək olan bir dənə, yəni yük toplanan bir dənə kondensatorumuz oldu. Deməli, ümumi tutum burada ikinci halda açar qapanan da nə qədər oldu? C. Və demişik ki, biz yük nəyə bərabərdir? C vurulsun U-dur. U burada sabitdir. Sabitdir, baxın, U sabitdir. Onda tutuma baxırıq. Tutum görəsən necə dəyişdi? Tutum əvvəl C bölü 2 idi, açar açıq olanda. Açarı qapadıqda tutum oldu C. Deməli, tutum neynədi? 2 dəfə artdı. Tutum 2 dəfə artdısa, yük də 2 dəfə artacaq. Cavabımız oldu D variantı. Keçdik 11 nömrəli məsələ. Yüklənərək cərəyan mənbəyindən ayrılmış və lövhələri arası dielektrik nüfuzluğu 2 olan dielektriklə doldurulmuş müstəvi kondensator elektrometrə birləşdirilmişdir. Lövhələr arasındakı dielektriki çıxardıqda elektrometrin göstərişi necə dəyişər? Deməli, uşaqlar, ilk öncə bilək ki, elektrometr nəyi ölçür? Biz burada elektrometrin göstərişinin necə dəyişdiyini tapırıq. Bəs elektrometr nəyi ölçür? Elektrometr potensiallar fərqini ölçür. Deməli, baxın, aşağıdan yazıram. Elektrometr nəyi ölçdü? Potensiallar fərqini. Bəs potensiallar fərqi deyəndə nə nəzərdə tutulur? Təbii ki, gərginlik nəzərdə tutulur. Gərginliyi biz hansı hərflə işarə eləmişik? Gərginliyi U hərfi ilə işarə eləmişik. Deməli, elektrometr əslində nəyi ölçmüş oldu? Potensiallar fərqini, yəni U-nu deyə bilərik əslində, gərginliyi. Düzdür, gərginlik voltmetrlə ölçülür, amma potensiallar fərqi Fi1 çıxılsın Fi2, buna da biz U demişik, yəni gərginlik demişik. Deməli, onda nə edirik biz? U-nun necə dəyişdiyini tapmalıyıq. Deməli, yüklənərək cərəyan mənbəyindən ayrılmış. Artıq bu yüklənərək cərəyan mənbəyindən ayrılıbsa, deməli, burada elektrik yükünün miqdarı, bax, yük sabit qalıb. Yük sabitdir, yüklənərək sözü var burada. Yüklənib, sonra gərginlik mənbəyindən ayrılıb. Artıq kondensatordakı yük heç bir yerə getmir, belə deyək. Sabit kondensatorda qaldı. Yük sabitdir.
Və yükün düsturu nə idi? Yük bərabər idi S vurulsun U-ya. Buradan biz U-nu tapa bilərik. U bərabərdir Q bölünsün S-yə. Yaxşı, dielektrik nüfuzluğunu bəs burada biz necə əlaqələndirək gərginliklə? S-nin düsturunu bilirik. S nədir? Epsilon, epsilon 0, S bölünsün D. Q qaldı yerində. S-nin yerinə epsilon, epsilon 0, S bölünsün D yazsaq, D də qalxacaq yuxarı. Deməli, buradan biz görürük ki, gərginlik, deməli, məsafə ilə, yəni kondensatorun lövhələr arasındakı məsafə ilə düz mütənasib asılıdır. Dielektrik nüfuzluğu ilə tərs mütənasib asılıdır. Lövhələrin birinin sahəsi ilə tərs mütənasib asılıdır. İndi biz nə etdik? Deməli, lövhələr arasında dielektriki 2 olan dielektriklə doldurduq. Daha sonra lövhələr arasında dielektriki çıxartdıqda deyəndə nə nəzərdə tutulur? Yəni, burada, məsələn, bir epsilon var idi. Çıxartdıqdan sonra artıq bura getdi 1-ə, azaltdıq. Məxrəci azaltdıq. Məxrəc azaltdıqsa gərginlik neynədir? Gərginlik burada artdı. Gərginlik artırsa elektrometrin göstərişi necə dəyişəcək? Artacaq. Neçə dəfə? Baxın, epsilon əvvəl 2-dir, indi oldu 1. Yəni 2 dəfə azaltmış olduq biz buranı. Deməli, gərginlik 2 dəfə artar. Cavab A variantı. 12 nömrəli məsələ verilmiş kondensatorun elektrik tutumunun onun yükündən asıllıq qrafiki hansıdır? Biz bayaqki məsələdə də dedik ki, tutumun 2 dənə düsturu Q bölünsün U-dur. Bir də S bərabərdir epsilon, epsilon 0, S bölünsün D-dir. Birinci düsturda bax, burada olan kəmiyyətlərdən asılı deyil tutum. Q və U-dan asılı deyil. Yalnız nədən asılıdır? Dielektrik nüfuzluğundan, bir də kondensatorun ölçülərindən. Yəni, kondensatorun lövhələrinin sahəsindən, bir də lövhələr arasındakı məsafədən. Yəni, Q-dən, hətta bura U-nu da əlavə eləyə bilərik, U-dan asılı deyil. Asılı deyil, cavab B variantıdır. 13 nömrəli məsələ. Birinci kondensatorun lövhələr arasındakı gərginlik U-dur. Baxın, birinci kondensatorun lövhələri arasındakı, bax, bu gərginliyə biz deyirik U gərginliyi. M-N nöqtələri arasındakı gərginlik, bax, buradakı gərginliyi soruşur bizdən. Buna deyək M, indeksində yazaq M-N. Burada təbii ki, biz M-N arasındakı gərginliyi tapmaq üçün birinci kondensatorun lövhələri arasındakı gərginliklə ikinci kondensatorun lövhələri arasındakı gərginliyi nə etməliyik? Toplamalıyıq. Bu da olsun U2. Deməli, bura yazaq U1 bərabərdir U-ya. U2-ni birinci tapmalıyıq. Deməli, onda yenə ardıcıl birləşmə olduğundan burada nə sabitdir? Yük sabitdir, konstantdır. Onda yük konstantdırsa, biz dedik ki, U bərabərdir Q bölünsün S. Deməli, gərginlik tutumla tərs mütənasib asılıdır. Birinci kondensatordakı gərginlik U-dursa, ikinci kondensatordakı gərginlik nə qədər olar? Tutumla tərs mütənasib asılıdır. Birincidə tutum S-dir, ikincidə 4S-dir. Deməli, ikincidə birincidən 4 dəfə az olacaq. Yəni, U2 bərabər olacaq, U bölünsün 4-ə. Dedik ki, M-in arasındakı gərginliyi tapmaq üçün nə etməliyik? Birincinin gərginliyi ilə ikincinin gərginliyini, bunların hər ikisini toplamalıyıq. Toplayanda U bərabərdir U1 üstə gələk U2. Birinci U-dur, ikinci də oldu U bölünsün 4. Deməli, bu da eləyəcək 4-də 5 U. Cavab C variantı. 14 nömrəli məsələyə baxırıq. Müstəvi kondensator sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatorun lövhələr arasında dielektrik daxil etdikdə onun elektrik tutumu və yükü necə dəyişər? Artıq biz dedik ki, tutum dielektrik nüfuzluğu ilə düz mütənasib asılıdır. Yəni, buradakı tutumu, dielektrik nüfuzluğunu artırsaq, yəni kondensatorun lövhələri arasında dielektriki daxil eləsək, tutum nə edəcək? Artacaq. Yük nəyə bərabər idi? S vurulsun U-dur.
Sabit gərginlik mənbəyinə qoşulub. Deməli, burada gərginlik nədir? Sabitdir. Onda yük tutumla dedik ki, düz mütənasib asılıdır. Tutum artdısa, yük də artacaq. Deməli, hər ikisi artdı. Cavab oldu B variantı. 15 nömrəli məsələ. Kondensatorların gərginlikləri arasında hansı münasibət var? Deməli, şagirdlər, burada biz bu kondensatorların necə qoşulduğunu tapmalıyıq. İlk baxışdan bizə belə gələ bilər ki, bu kondensatorlar paralel birləşib, amma burada paralel birləşmə yoxdur. Çünki biz dedik ki, əgər kondensatorlar bir naqilin üzərindədirsə, deməli burada ardıcıl birləşmə var. Həqiqətən də bu belədir. Bu mənbəyin müsbət qütbü olsun, bu da mənfi qütbü olsun. Burada axı naqil belə deyək. Gəlib buradan başqa bir naqil buna birləşib, başqa bir kondensator qoşulmayıb buna. Yəni, yük burada yolunu dəyişmir. Baxın, müsbətdən gəldi. Bax, bir naqilin üzərindən gəldi mənfiyə. Yəni, bunlar bir-birinə ardıcıl birləşiblər və ardıcıl birləşmədə biz dedik ki, yenə yük nədir? Elektrik yükü sabitdir. Onda biz gərginliyi müqayisə eləmək üçün hansı düstura müraciət edirik? Q bölünsün C. Q sabitdir. Onda U C ilə elektrik tutumu ilə tərs mütənasib asılıdır. Deməli, U1 bölünsün U2 bərabərdir. C2 bölünsün C1. C2 nə qədərdir? 4. C verib burada. C1 nə qədərdir? C-dir. C-lər ixtisar getdi, qaldı 4. Deməli, buradan alırıq ki, U1 bərabərdir 4, U2-yə. Cavab A variantı. 16 nömrəli məsələ. 16 nömrəli məsələdə deyilir. Müstəvi kondensatorun yükünün lövhələri arasındakı məsafədən asıllıq qrafiki verilmişdir. Bu kondensatorun elektrik sahəsinin intensivliyinin lövhələri arasındakı məsafədən asıllıq qrafiki hansıdır? İndi bizə burada qrafik verib. Qrafikdən aydın görünür ki, yük nədir burada? Sabitdir. Yəni, D-dən asılı deyil. D-dən asılı deyil, intensivliyin D-dən asıllığını soruşur. İntensivliyin düsturu nədir? U bölünsün D. Burada bu düstura biz müraciət edə bilərikmi? Xeyr, təbii ki. Niyə? Çünki burada bizə, baxın, yükü sabit verib. Deməli, biz elə bir düsturdan istifadə eləməliyik ki, intensivliyin elə bir düsturundan istifadə eləməliyik ki, orada Q olsun. Onda mən bura Q-nü necə gətirə bilərəm? Onun düsturunu bilirik. Q bölünsün C-dir. Yazırıq. U-nun yerinə yazırıq. Q bölünsün C. Burada bir dənə də D var. Yazdıq yanına. İndi nə edirik? C-nin düsturunu gətirib yazırıq. Bərabərdir. Q bölünsün epsilon 0 S bölünsün D. Burada bir dənə də düsturun özündə D var. Yazdıq bura. D-lər ixtisar getdi. Baxın, artıq intensivlik nədən asılı oldu? Yük sabitdir. Yük sabitdirsə dielektrik nüfuzluğundan, bir də sahədən asılı oldu. Yəni, məsafələr artıq burada ixtisar getdi. Düsturda məsafə yoxdur. Ona görə də D-dən asılı olmayacaq. Cavab C variantı. Keçirik 17 nömrəli məsələyə. Deməli, burada deyir ki, C1 kondensatorun lövhələri arasına D dielektriki daxil etdikdə kondensatorun köynəkləri arasındakı gərginlik üçün hansı ifadələr doğrudur? Deməli, U1 necə dəyişər, U2 necə dəyişər? Buna baxmalıyıq biz. Kondensatorun lövhələri arasına biz dielektrik daxil ediriksə, bura. Bayaq da dedik ki, C nəyə bərabər idi? C bərabər idi. Epsilon 0 S bölünsün D. Yəni, dielektrik nüfuzluğu ilə düz mütənasib asılıdır. Dielektrik daxil ediriksə, onda C artdı. Yəni, burada bizdə C1 neynədir? C1 artdı. Yenə ardıcıl birləşmədir və Q sabitdir. Q sabitdirsə, U bərabərdir, Q bölünsün C düsturuna baxa bilərik. İndi U1-i axtarırıq, ona görə U1 bərabərdir, Q bölünsün C1. Ardıcıl birləşmədə Q sabitdir dedik bayaq da. Onda gərginlik tutumla tərs mütənasib asılıdır. Yəni, C1 artdısa, U1 azalacaq. Deməli, biz U1-i tapdıq. U1 azaldı. Bəs U2 necə dəyişəcək? Baxırıq ki, burada mənbənin gərginliyi U sabit verib. Yəni, U nəyə bərabərdir buradan? U1 ilə U2-nin cəminə bərabərdir. Yazırıq U1, üstə gələk U2. Və bu cəmdə nədir? Sabitdir, yəni U konstantdır.
İndi bu cəmin sabit qalması üçün baxın U1 azalırsa, bu cəm dəyişməsin deyə U2 nə etməlidir? Artmalıdır. Deməli U1 azaldı, U2 artdı. Cavab oldu burada D variantı. 18 nömrəli məsələ. İki kondensatorun lövhələri arasındakı gərginlik U2 bərabərdir 12 voltdur. Birinci kondensatorun elektrik tutumu nəyə bərabərdir? Baxın, burada mənbəyin gərginliyini 18 verib və biz dedik ki, burada əslində bizə verməsə də, göstərməsə də, təbii ki, C1 kondensatorunda da bir gərginlik var, o da U1-ə bərabərdir. 18 burada nəyə bərabərdir? U1 ilə U2-nin cəmidir. Yəni, U bərabərdir. U1 üstə gələk U2. Onda biz buradan U1-i tapa bilərik. U1 nəyə bərabərdir? U çıxılsın U2. Yəni, 18 çıxılsın 12 bərabərdir 6 volta. Deməli, U1 gərginliyi burada nə qədərdir? 6 voltdur. Yaxşı, yenə ardıcıl birləşmədir. Yenə Q nədir burada hər ikisində? Sabitdir. Q sabitdirsə, deməli, tutum gərginliklə necə asılıdır? Tərs mütənasib asılıdır. Yəni, biz belə yaza bilərik. U1 bölünsün U2 bərabərdir C2 bölünsün C1. Burada gətirib qiymətləri yerinə yazıb C1-i tapa bilərik. U1-in qiymətini yazaq yerinə. U1 6 oldu. U2 12-dir. Bərabərdir. C2-ni 9 verib C1-i bilmirik. Burada ixtisarlar aparsaq 12 ilə 6 ixtisar getdi. Deməli, bizdə bu ifadə oldu 2-də 1. C1 deməli bərabərdir. 9-u 2-yə vuracağıq. 18 mikrofarad. Cavabımız oldu 18. 19 nömrəli məsələyə baxaq. Elektrik tutumları C1 bərabərdir C, C2 bərabərdir 3C olan kondensatorlar sabit gərginlik mənbəyinə qoşulub. Yəni, burada sabit gərginlik mənbəyi deyəndə, baxın, U burada sabitdir, konstantdır. Sabit gərginlik mənbəyinə qoşulub. Bu kondensatorların yükləri, gərginlikləri və enerjiləri üçün hansı ifadələr doğrudur? Ümumiyyətlə, yenə baxırıq ki, necə birləşmədir bu, uşaqlar? Ardıcıl birləşmədir. Ardıcıl birləşmədə nə sabitdir? Q sabitdir. Q-nü sabit götürürük. Deməli, burada toplanan, birdə toplanan yükün miqdarı 2-də toplanan yükün miqdarına bərabərdir. 2 doğru cavabdır. Baxırıq gərginliklərə. Burada U1 gərginliyi, baxın, bura düşən gərginlikdir. U2 gərginliyi, baxın, bura düşən gərginlikdir. Və biz dedik ki, Q sabitdirsə, U nə idi? U bərabərdir, Q bölünsün C-dir. Yəni, U tutumla tərs mütənasib asılıdır. İkincidə görürük 3C-dir, birincidə C-dir. Tutum ikincidə böyükdür. Onda gərginlik ikincidə kiçik olmalıdır. Birincidə böyük olmalıdır. Yəni, U1 böyük olmalıdır U2-dən. 3-də doğrudur. Gəldik enerjilərə. Q sabitdirsə, biz enerjinin düsturlarını tanıyırıq. Elektrik sahəsinin enerjisi. C, U kvadratı bölünsün 2. Sonra Q kvadratı bölünsün 2C. Bir də Q vurulsun U bölünsün 2. İndi burada hansı düsturdan istifadə edəcəyik biz? Baxın, yük sabitdirsə, ardıcıl birləşmədirsə, onda enerjinin, baxın, bu ikinci düsturuna müraciət edəcəyik. Q kvadratı bölünsün 2C-dir. Deməli, bu zaman yük sabitdir və enerji tutumla tərs mütənasib asılıdır. Yenə, tutum ikincidə böyükdürsə, ikincidə enerji ən kiçik olacaq. Burada da cavab olacaq 5. Cavabımız deməli oldu 2, 3, 5. Sonuncu məsələdir, 20 nömrəli məsələ. Elektrik tutumları. Deməli, C1 bərabərdir, C2 bərabərdir, C3. Hamısı bir-birinə bərabərdir. Hamısına mən C deyirəm burada. C-dir. Kondensatorlar şəkildəki kimi sabit gərginlik mənbəyinə qoşulub. Baxın, buradakı sabit gərginlik mənbəyi var. İndi buranı biz işarə eləməyək, çünki burada U2-ni bizə U verib. Uyğunluğu müəyyən edin. İkinci kondensatorun köynəkləri arasındakı gərginlik U2 bərabərdir U-ya. Baxın, buradakı gərginlik bizə U verib. Və əziz şagirdlər, paralel birləşmə var. Ardıcıl birləşmədə Q sabitdir.
Bəs paralel birləşmədə nə sabitdir? Paralel birləşmədə U sabitdir. Yəni baxın, bu 2 ilə 3 kondensatorları bir-birinə paralel qoşulub. Paralel qoşulubsa, deməli, ikincidə U'dursa, üçüncüdə də bax burada da gərginlik nəyə bərabər olacaq? U-ya bərabər olacaq. Yaxşı, bunu bildik. İndi birincidəki bəs biz gərginliyi U ilə necə müqayisə edə bilərik? Baxırıq, deməli bu 2 dənə kondensator bir-birinə necə birləşib? Paralel birləşib. Bu 2 kondensatoru mən bir dənə kondensatorla əvəz eləyə bilərəm. Necə? Bu ikisinin ümumi tutumunu taparaq. Deməli baxın, buradan bir S1 kondensatoru var. İndi buradakı bu 2 dənə kondensatoru bir dənəsi ilə necə əvəz eləyim? Ümumi tutumu tapım. Paralel birləşmədə nə edirik? Birinci S'dir, ikinci də S'dir. Onda birinin tutumunu kondensatorların sayına vururuq. Deməli olur 2'si. Yəni burada 2 və 3'ün 2 və 3'ün ümumi tutumu nə qədər oldu? 2'si. İndi baxın, bu kondensator artıq bu kondensatorun ekvivalentidir. Yəni eyni kondensatorlardır əslində, eyni dövrədir. İndi birinci ilə ikinci və üçüncü bir-birinə necə qoşulub? Bir yerdə. Ardıcıl. Ardıcıl qoşulmada Q sabitdir. Onda gərginlik harda böyük olar? Tutum kiçik olan yerdə. Niyə? Bir də yazaq buradan. Q bərabərdir. Q bərabərdir. SU-dur. SU-dur. U da nəyə bərabərdir? Q bölünsün S-yə. Tutum gərginliklə tərs mütənasib asılıdır. Deməli, əgər burada, baxın, tutum 2S və U-dursa, onda burada nə qədər olacaq? Burada olacaq. Tutum 2 dəfə azdırsa, burada gərginlik 2 dəfə çox olmalıdır. 2U olmalıdır. Bəs burada mənbəyin qütbləri arasındakı gərginlik nə qədərdir? Baxın, buradakı gərginlik U, gəlin elə bu şəkildə göstərim. Baxın, buradakı gərginlik U-dur. Birinci kondensatorun gərginliyi isə 2U-dur. Cəmi bu qütblər arasında gərginlik nə qədərdir? 2U-la U-nu toplayarıq. Cəmi olar 3U-ya bərabər. Gəlin indi yazaq. Birinci kondensatorun köynəkləri arasındakı nə qədər oldu gərginlik? Birinci kondensatorda 2U-ya bərabər oldu. Yəni B bura gəldi. Üçüncü kondensatorda ikincidə U oldu deyə paralel birləşməyə görə. Üçüncüdə də U oldu. A bura gəldi. Mənbənin qütblərindəki gərginlik topladıq. U-la 2U-nu 3U oldu. C də bura gəldi. Cavabımız oldu 1B, 2A, 3C. Belə əziz şagirdlər, hər birinizə uğurlar arzulayıram. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, hələlik.